Salam, hər vaxtınız xeyir olsun dəyərli YouTube izləyicilərimiz. Zabrat 1 qəsəbəsində 307 saylı orta məktəbin tam yaxın məsafəliyində, magistral yolunda kənarında. Şəxsi tikili, yaşayışlı, 15 ildən çox uzun müddət tikilisi olan belə bir gözəl həyət evimiz satışa çıxıb. Videomuzu sona qədər izləyin, məlumatların hər biri videonun daxilində qeyd olunur. Ev ümumilikdə 2 sot torpaq sahəsində, yerdən 8 daş kürsüdə tikilib. Həyətinə də maşın rahatlıqla daxil ola bilər. Evin arxa tərəfində əlavə həyət üçün nəzərdə tutulan sanitar qovşağı var. Qazı, suyu işığı daimi fasiləsizdir və mərkəzi kanalizasiya sistemi də var. Ev 3 otaqdan ibarətdir. 6 beton üstü kəmər, 4 bir tərəfi də qoşadaşla tikilib. Bu evimizin dəhliz hissəsi. Bir daha qeyd edirəm ki, evimiz 15 ildən çox olan tikili evdir. Bu müddət ərzində də evdə heç bir təmir işləri aparılmayıb. Yəni necə tikilibsə elə qalıb. Bu evin yerləşmə yerində də yəni heç bir nəmişlikdən söhbət belə gedə bilməz. Evin padvalına da girişi var. Padvala girişi çöl tərəfindən. Evdə istilik sistemi kombidir. Pəncərələrin reşotkasına qədər hamısı qoyulub. Qiyməti 81 min manat. Real alıcılara da qiymətli indirim ev sahibi tərəfindən olunacaq. Bu da ən sonuncu qonaq otağımızdır. Və burada da yerləşir evin mətbəx hissəsi. Mətbəx mebeli də var. Tam hazır girib yaşaya biləcəyiniz ev. 198 saylı marşrutda evin qarşısından keçir. İzlədiyiniz üçün təşəkkür edirəm.